Mənə öz peşəmə, hörmətimə görə hörmət eləyən yaxşı insanların sayəsində mən o, necə deyim, stres kəfənini atdım. Aytəkin Alxaslı necə oldu? Aytəkin Alxaslı oldu. Bəli. Xarakterimin sayəsində güclüyəm. İlk bax, İnadkarsız. inadkaram. Ola bilər nərmə nazikəm, ola bilər belə cılız görünürəm sifət cəhətdən də, boyutqun cəhət. Həmin dövr, həmin insanlar, həmin şərait, həmin otaqlar olsa, əlbəttə qayıdaram. Amma nə qədər görün il keçib, nə qədər çox şeylər dəyişib. Yəni elə insanlar var ki, heç aramızda da yoxdur orada olanlardan. Demə, biz çox aynə itirdik. Hə, ona görə həmin istədiklərinizin eyni ilə təkrarlanması bir qədər yox, real deyil də, yəni. Elə onun açılması da real deyil, amma mən sualınıza cavab verirəm. Onun açılması da mənim üçün real deyil. Çoxlu dostluq məktubları alırdım. Çoxlu dostluq məktubları gəlirdi. Poçtalyonumuz mənə xeyli dostluq məktubları gətirirdi. Yəni 7 il dalbadal sayaq görək 14-cü dəfə qəbul imtahanı elə belə şey deyil. Onun arxasında mənim valideynlərimin böyük zəhməti durur. Mən onu unutmuram. Bəs heç sevgi məktubları almamısınız? Almışam. İndi sevgi məktubu alsaydım mən onda Aytəkin Alxaslı olmazdım. Sevgi məktublarına yəni müsbət cavab versəydim demək istəyirəm. Mən də təkəm, rayonda yaşayıram. Bakıda mənim öz evim yoxdur. Olmasını da heç vaxt arzulamamışam. Amma olsaydı pis olmazdı. Əlbəttə çətindir, amma peşman da deyiləm. Elə bəzən fikirləşirəm ki, məhz belə yaxşıdır. Niyə belə yaxşıdır? Bəs sən özün niyə tək yaşayırsan? Bu hələ ki mənim seçimimdir. Amma mən belə davam etmək istəmirəm. Salam, Sözlü Adamın bu dəfəki qonağı sevimli jurnalist, Aynes'dən əsasən tanıdığınız Aytəkin Alxaslıdır. Xoş gəlmişsiniz. Sağ ol, Aysel, təşəkkürlər. Necəsiniz? Şükür bugün mən yaxşıyam. Tez-tez gəlib gedirsiniz Qusardan Bakıya? Yox, elə tez-tez yox. İşim olanda. Daha çox indi hansı iş sizi Bakıya gətirir? Bakıya ailəmizi görməyə mənim bacım, qardaşım Bakıda yaşayır. Üstəlik də bir balaca cızmaqara eləmişəm. Onların dərc olunması çapı üçün nəşriyyata gəlib gedirəm. Siz bir balaca dediniz, mən bilirəm ki, böyük bir layihə üzərində çalışırsınız. Biz ona qayıdacağıq. Həmin sizin üzərində çalışdığınız cızmaqara dediyiniz layihəni qayıdacağıq. Amma mən istəyərdim danışaq sizin lap Aynes dövründən başlayaq. Çünki çoxları sizi məhz Aynes'dən xatırlayırlar və indi də sizi sevənlər məhz Aynes'dən yaranıb bu sevgi. Amma hal-hazırda Aynes yoxdur, bəllidir. Aynes bağlanıb. Nə sizə həyatınızda nə kimi iz qoydu Aynes dönəmi? Aynes dönəmi yaxşı mənada, ümumiyyətlə hər mənada. Bütün mənalarda. Aynes də bildiyiniz kimi bağlanmış televiziyadır. Fəaliyyəti qadağan olundu. O mənlik, bizlik, sənlik deyil. Mən o mövzuda danışmaq istəmirəm. Sadəcə mən Aynesə 98-ci ildə keçmişəm. 1998-ci ilin 1 avqustundan Aynesdə işləməyə başlamışam. Ta bağlanana qədər. 2016-cı ilin 18 iyuluna qədər. Aynes məni öz zəhmətim hesabına çalışdım. Belə necə deyim, rəmzi mənada deyim, əsl mənada mən canımı qoydum Aynesdə, işlədim. İnformasiya dalınca yürüdüm, qaçdım. Belə özü sağlam informasiya, heç vaxt qərəzli informasiyanın arxasınca qaçmadım. Heç vaxt ona da çalışmadım ki, mən haçansa belə məşhur ola bilərəm. Bəli, bu məşhurluğu mənim öz zəhmət çəkməyimin sayəsində Aynes qazandırdı mənə. Aynes tanınmağım üçün bir meydan oldu. O meydanı mənə Mirşahin Ağayev 1998-ci ildə mən Aynesə dəvət eləyəndə o meydanı mənə verdi. Vahid müəllimgillə, Vahid müəllim, Seyfullah Mustafa, Vahid Seyfullah Mustafa evlərindən o meydanı verdilər mənə. Aynesdə işlədim, necə işlədim, tamaşaçının yadındadır. İnternetdə, YouTube'da bu barədə çoxlu videolarımız var, silinəni də var. Axtardığım informasiyaları bəzən tapa bilmirəm. Hansı ki, mənə lazım deyil o informasiyaların bəziləri qalıb, amma bəziləri bilmirəm, qərəzlimi, nədimi, televiziya bağlanan sonra çoxu da silindi. Yaxşı, bunlar niyə silindi? Bizim nə günahımız var? Bizim orada axı tariximiz yatır. O tarix bizim əlimizdə deyil.
Mən birdən elə həsrətlə o Aynesdəki materialımı axtarıram, tapılmır. Hansını ki axtarmıram, dərhal qabağıma çıxır. Yəni Aynes tarix oldu. Aynes mənim jurnalistikada özümü meydana gətirmək üçün, elə bil bayaq dediyim kimi də Aynes mənə meydan oldu ki, mən özümü tanıtdım. Amma mən ora işə gələndə də heç o məqsədi heç vaxt güdməmişəm ki, mən məşhur olacağam, tanınmış olacağam. İnsan heç vaxt özünün gələcəkdə məşhur olması, tanınması barədə proqnoz verə bilməz. O əgər ürəyində o istək varsa da ona o məşhurluq gətirməyəcək. O məşhur bayağı məşhurluq olacaq. Mən bayağı məşhurluğu arxasınca qaçmamışam. Öz işimin dalınca belə tanınmışam. Sonra başqa tərəfi də oldu. Aynes bağlanan sonra bəzən hər hansı bir insanın elə özümün şəxsində deyirəm, işini itirməyi, işindən getməyi, özü bizdə tamam başqa cür oldu. Bir var məni işdən dəyişdirənlər, bir də var mənim işlədiyim televiziya bağlandı. Tək mən yox. Orada yüzlərlə insan işləyirdi, yüzlərlə insan oradan dolanırdı. Nə qədər insan işini itirdi. Elə o cümlədən də mən. Mən elə qeyri-adi adam deyildim. Orada bir sıravi rayon müxbiri idim, bölgə müxbiri idim. Nə qədər insanları tanıdım mən. Mənim Aynes bağlanana qədər nə qədər informasiya mənbəyim var idi. Hamısı elə bir suya döndü. Hamısı buzlu su kimi əridi getdi hamısı. Yaxşı dostları tanıdım. Aynes bağlananlar sonra sırf mənim peşəkarlığıma, zəhmətkeşliyimə görə mənə hörmət edən dostları tanıdım. Məhz Aynesə görə, kimdənsə nəsə çəkməyimə görəmi? Düzdür, mən heç vaxt sifarişlə də çəkməmişəm. Mən nəyi var onu çəkmişəm, heç vaxt da qərəzin arxasınca getməmişəm. Bəlkə qərəz mənim arxamca gəlib, amma mən heç vaxt qərəzin arxasınca getməmişəm. Qərəzin arxasınca getsəydim mən Aynesdə işləyəndə dövlət səviyyəsində bir nə qədər layihələr həyata keçirildi. Onlar tək mənim xidmətim deyil. Mən sadəcə onları hazırlayıb verirdim. Aynesdə bütün o qrupun zəhməti idi. Mən nə qədər layihələrimiz dövlət dili ilə bağlı, sərhədlərin delimitasiyası ilə bağlı, sonra Rusiyanın anklav hesab elədiyi kəndlərlə bağlı mən nə qədər iş gördüm. Mən deməli qərəzin arxasınca getməmişəm. Mən həmişə obyektiv və həqiqətin, informasiyanın arxasınca getmişəm. Aynes mənə o qədər bu insanları tanıtdı. Bəs Aynes bağlandıqdan sonra yəqin ki, həyatınızda bir boşluq yarandı da, biraz əvvəl qeyd etdiniz. O psixoloji dönəmi, o işsizlik dönəmini necə keçirdiniz? Aysel, maraqlı sualdır. Deməli, mən Aynes bağlanandan sonra bir müddət işləmədim də. O 2016-dan sonra işləmədim. Demək olar ki, ailəmizin hesabına, bacı qardaşlarımın hesabına yaşadım. Mən indi Aynes bağlanan kimi də mən məhz Bakıya gəlmədim ki, mən bacı qardaşımın yanında gəlim yaşayayım. O fikir də məndə olmadı. Düzdür, məni dəvət edirdilər, ailəmiz, mən gəlmədim. Mən elə Qusar şəhərində yaşamağa davam elədim. Çətinlik oldu, depressiya yaşadım. Ondan qabaq mən Aynesdə 2013-dən nevroz olmuşdum. Nevroza keçmişdim. Artıq nevroz mənim həyat tərzimə keçmişdi. Amma yaxşı həkimlərin sayəsində, yaxşı Mübariz Zeynalov kimi, Əliyar Sərvarov kimi həkim dostlarımın sayəsində, Elxan Muradov kimi həkim dostlarımın sayəsində mən o nevroza yox demişdim. Amma Aynes bağlanan sonra o nevroz mənim həyatıma elə möhkəm daxil oldu. Nevroz, depressiya, işsizlik, yazmaq istəyirsən, harada çap olunmalısan, hər mətbu orqanında istəmirsən. Məsələn, mən heç bir televiziyada özümü görmədim ondan sonra. Heç realda da görmədim. Heç realda da görmədim. Görsəm gedib işləyərdim də. İşləmək xatirinə də işləmədim. Sonra 2020 Vətən müharibəsi başladı. Sən bilirsən, Aysel, mən Vətən müharibəsində Quba, Qusar, Xaçmazda nə qədər mənim Palıtlı kəndində, hansı ki, deyirdim, Rusiya tərəf anklav hesab eləyirdi. Xaçmazın düz ortasıdır, Xaçmazın düz mərkəzi deyirdilər, bura Rusiyanın kəndidir. Necə ola bilər? Yəni, o kənddə sonra Cənab Prezidentin sərəncamı ilə orada müasir kənd salındı 2013-cü ildə, o mövzuya qayıdarıq. Orada Zamin Həsənoğlu adlı bir vətənpərvər insan var. İndi də orada təsərrüfatda işləyir. Onunla biz təmənnasız olaraq illər sonra o Qarabağın azad olunmasına biz də öz töhfəmizi qatırdıq. Bütün imkan daxilində şəhid dəfinlərinə gedirdik. Məsələn, Qusara mən gedirdim, Xaçmaza yaxın yerə Zamin gedirdi. Yox, ikimiz də Xaçmazla Qusarda dəfin yox isə gedirdik Qubanın kəndinə, Qonaqkən kəndinəcən biz getmişik.
təmənnasız. Sonra boşluq idi. Bununla belə boşluq idi. Onda da heç yerdə işləmirdim. Heç bu dəfinlər barədə məlumat verə bilmirdik. Da 2021-də mən rəsmi olaraq internet portallarının birinə dəvət aldım. Bizim media internet portalından dəvət aldım. 2022-dən də orada rəsmi qeydiyyatdan keçmişəm. Yəni Medianın İnkişaf Agentliyinin xəttinə. Oranın həmin bizim media portalının şimal müxbiriyəm. Yəni boşluq yavaş-yavaş belə özümün deyərdim ki, iradəmin sayəsində, gücümün sayəsində, ailəmizin, mənə öz peşəmə, hörmətimə görə hörmət edən yaxşı insanların sayəsində mən o, necə deyim, stres kəfənini atdım. Stres kəfənini, depressiya kəfənini atdım. Yoxsa da orada mən çox çətinlik yaşayırdım. Heç onda Bakıya da gəlmirdim. Bəs yaxınlarınız deyəndə mən Aynesdən olan dostları, tanışları deyirəm. Heç sizə köməklik göstərmək, sizin yanınızda olmaq, dəstək olmaq kimi bir təklifləri var idimi? İstəyirdilərmi? Yəni rəhbəri demək istəyirsən. Yox, ümumiyyətlə Aynesdə çalışdığınız həmkarlarınızı deyirəm. Rəhbərlik də olsunlar. Yox, elə bir şey olmadı. Sadəcə mən Realdan təklif almışdım. İstəmədim, alınmadı, getmədim. Yəni hörmətlə yanaşıldı mənim etirazıma. Yox, elə bir dəstək olmadı. Mən Tək oldunuz belə deyək bu dönəm, hə? Deyə bilərikmi tək keçirdiniz ailənin köməyi ilə? ailənin, yaxın dostların, yəni o mənə deyirəm, bayaq dedim, zəhmətimə görə mənə hörmət edən insanların sayəsində çox azdır. O sahədən aynəçilər çox azdır. Mən istəyərdim sizin özünüzün bir şəxsiyyət kimi formalaşmağınızdan da danışaq. Ümumiyyətlə Aytəkin Alxaslı edən nədir? Necə yəni, özüm. Özüm formalaşdım. Ailəmizin sayəsində, peşəmə hörmətimin sayəsində. Nə bilim, obrazı necə deyim? Özünüzü təsvir edin. Sadə bir adam, sadə biriyəm. Kaprizlərim düzdür, çoxdur. Necə deyim? Bayaq dedim də, mən məşhurun dalınca qaçmadım, Aysel. Mən həmişə işlədim də, heç bir nəyinsə fərqinə varmadan işlədim. Başımı aşağı salıb, nə siyasətlə məşğul oldum, nə bir başqa işlə məşğul oldum. Sırf peşəmin yolcusu oldum. Bu mənə elə Aytəkin Alxaslı etdi. Sual qaniləmir yəqin səni. Yox, Cavabım qaniləmir yəqin. Yox, mən istəyirəm siz daha çox öz xarakterinizdən də danışasınız. Xarakterim mən elə kinli adam deyiləm. Amma bilirəm ki, küsəyənsiz. Küsəyənəm, hirsliyəm. O küsəyənlik hardan gəlir? İnsanlara çox inanıram. Əgər o insanlar inamı doğrultmursa, mən küsəyən oluram. Etibarı itirəndə, inamı itirəndə mən küsəyən oluram. Çox adam etibarınızı itirir. Hə, mən dostlardan küsə bilərəm, amma çox maraqlıdır ki, mən heç vaxt dövlətimdən küsmədim. Elə mənim ayaq üstə qalmağa bəlkə elə belə dövlətində dəstək oldu. Heç yerdə işləmirdim. Aynes bağlandı. 2016-da biz bağlandıq. 2016-dır da səhv eləmirəm. Hə, 2016. 2016 biz bağlandıq. Artıq özüm şübhənə yanaşdım. 2020-də cənab prezident mənə tərəqqi medalı verdi. Bəli, bəli. Bəs bu dövlətin dəstəyi idi. Mən rayondaydım, Qusardaydım. Belə bir xəbər eşitdim. Qusarda yəqin hamısı tanıyır, hə? Əlbəttə, Qusar çox gözəl yerdir. Bəs küçədə gəzirsiniz, harasa gedirsiniz. Məhz sizi tanıyan adamların sizə olan o sevgisini görəndə görürsünüz də yəqin ki. Görürəm, o sevgi dəyişməyib. Təkcə Qusarda yox, şimal bölgəsində, elə Bakıda da insanların münasibəti dəyişməyib mənə. Yəni ki, bu sevgi Aynesə görə deyil. Mən onu istəyirəm. Sizin xarakterinizdə var. Bəli, sizin özünüzə görə də, təbii ki, özünüzə görə sevirlər. Əlbəttə, mənim xarakterim olmasa elə mən Aynesdə də formalaşmazdım. Mən elə sənin sualın var, Aysel, ki, yəni Aytəkin Alxaslı necə oldu? Aytəkin Alxaslı oldu. Bəli. Xarakterimin sayəsində güclüyəm. İnatkarsınız. İnatkaram. Ola bilər nərmə nazikəm, ola bilər belə cılız görünürəm sifət cəhətdən də, boyutqun cəhətdən. Amma mən güclüyəm. Mən nə bilim, güclü olmağı bacarmışam da. Bu dediyimiz o arada məsələn neçə 4 il məsələn boşluq oldu. Mən işsiz qaldım. Bəli.
Bəs o boşluq olanda mən həm güclü oldum, depressiyaya, bayaq hamısına dedim. Bəli, bəli. Depressiya, bu termini sən yadında saxla. Depressiya kəfənini yırtdım mən. Bəli. Amma mən dövlətin də sayəsində. Təsəvvür elə oturmusan evdə, mənə Aytən Səfərova zəng eləyir, onda Xaçmazda idim. Sənə cənab prezident tərəqqi medalı verib. Mən birinci təbrik eləyən Aytən olub. İndi Xəzər TV-də səhər Xəzər o veriliş aparır, xəbər ertəsini. Baxıram ona. Yəni o Aytən mənə təbrik elədi. Heç gözləmədiyin haldan dövlət təltifi eşidirsən. Bəs bütün bunlar mənim ayaq üstə qalmağıma mənəvi stimul oldu. Bəs indi ayınız bağlanmağından danışdıq və s. Düzdür, elə bir fikir yoxdur, amma hər bir halda soruşum dedim. Ayınız əgər açılsa, yenidən siz istəyərdinizmi ayınızda çalışmaq, yoxsa ümumiyyətlə televiziyada çalışmaq istəmirsiniz? Məhz imeni demək istədim, məhz həmin aynəsi olsa, məhz həmin kollektiv olsa, məhz həmin, nə bilim, həmin rəhbərlik olsa, həmin heyət olsa, həmin nüstrum olsa, bizim o otaqları, bax, ora olsa, başqa yer, o zoologiya institutu yerləşirdi, orada pilləkənlə çıxırdıq, qaçırdıq, təzə gələndə utana-utana girirdik. Bəli. Mən həmişə də utanmışam özdə, məndə elə ilk baxışda mən utancaq görünürəm. Elə utancaq da deyiləm, peşəmdə utancaq deyiləm. İnformasiyanın, belə deyim, zorla aldığım vaxtlar da olub. Amma həmin dövr, həmin insanlar, həmin şərait, həmin otaqlar olsa, əlbəttə qayıdaram. Amma nə qədər görün il keçib, nə qədər çox şeylər dəyişib. Yəni elə insanlar var ki, heç aramızda da yoxdur orada olanlardan. Demə, biz çox aynı itirdik. Hə, ona görə həmin istədiklərinizin eyni ilə təkrarlanması bir qədər yox, real deyildi, yəni. Elə onun açılması da real deyil, amma mən sualınıza cavab verirəm. Onun açılması da mənim üçün real deyil. Bax, mən bildiyim qədərlə siz jurnalistika fakültəsinə daxil olmaq üçün 7 dəfə imtahan vermişsiniz. Bəli. Ona görə bayaq biraz əvvəl dedim ki, inatkarsınız. Bu həm də sizin inatkarlığınızın göstəricisidir. Əlbəttə, inatkarlığım həm də mən indi həyatda olmayan rəhmətli valideynlərimin sayəsində. Kənd yeri, təsəvvürlər ilə mən hər il kəsilib gəlirəm. Kəsilib gəlirəm, hər il növbəti dəfə yenə gedirəm. Həm qiyabiyə, həm əyaniyə sənəd verirəm. Görün, illərdir kənd yerində biri ağzını büzür, biri nə bilim başqa cür. Düzdür, kətdə də mən hamı tanıyırdım. Mən deməzdim ki, kimsə ağzını büzür, amma mənim özümə elə gəlirdi. Əlbəttə, mən də inada düşürdüm. Qonşumuzda toy çalınıb, mən toya baxmamışam, amma mən oturub məqalə yazmışam. Orta məktəbdə mən xarakterimdə, xarakterim belə olub, inatkar olmuşam. Həmişə də mən universitetdə qəbul imtahanlarında mən sərbəst mövzu yazmışam. Qonşuda zurnanın, bizim kənddə vaxtı qara zurnayla toy çalınırdı, kiçik dəhnə kəndi Şəki. Zurna deşir adı mənim qulağıma, amma mən hamı gedir toya, mən oturub inşa yazırdım, mən götürüb məqalə yazırdım. Mən 7-ci sinifdən başlayaraq orta məktəbdə mətbuata yazılar göndərirdim. Poçt vasitəsilə, rabitə şöbəsinə göndərirdim. Çoxlu dostluq məktubları alırdım. Çoxlu dostluq məktubları gəlirdi. Poçtalyonumuz mənə xeyli dostluq məktubları gətirirdi. Yəni 7 il dalbadal sayaq görək 14-cü dəfə qəbul imtahanı elə belə şey deyil. Onun arxasında mənim valideynlərimin böyük zəhməti durur. Mən onu unutmuram. Bəs heç sevgi məktubları almamısınız? Almışam. İndi sevgi məktubu alsaydım mən onda Aytəkin Alxaslı olmazdım. Sevgi məktublarına yəni müsbət cavab versəydim demək istəyirəm. Yəni dediniz, indi sözü ona gətirmək istəyirəm. Sən nəsə soruşmaq istəyirsən. Siz həyatınızı, şəxsi həyatınızı qurban vermişsiniz jurnalistikaya. Hə, demək olar ki, hə. Yəni heç bir peşmançılıq yoxdurmu indi? Qətiyyən, əksinə elə belə rahatam. Çox rahatam. Yəni sizə rahatdır indi həyatınızı tək davam eləmək? Düzdür, insan yaşa dolduqca yanında həmişə kimsə olsa yaxşıdır, xəstəlik baxımından, səhhəti baxımından köməyə ehtiyacı olur. Mən də təkəm, rayonda yaşayıram. Bakıda mənim öz evim yoxdur. Olmasını da heç vaxt arzulamamışam. Amma olsaydı pis olmazdı. Əlbəttə çətindir, amma peşman da deyiləm. Elə bəzən fikirləşirəm ki, məhz belə yaxşıdır. Niyə belə yaxşıdır? Və sən özün niyə tək yaşayırsan?
bu hələ ki mənim seçimimdir. Amma Demə. mən belə davam etmək istəmirəm. Bunu görmüşdünsə, müsahibin özü sual verirsin. Yox, görmüşəm əlbəttə, amma yəni bu mənim seçimimdir, indiki zaman üçün seçimimdir. Amma mən bu cür davam etmək istəmirəm axı. Amma siz bu cür davam edib və belə də davam etməkdə Hə, belə də həyatdan köçəcəm. arzusundasınız. Hə, belə arzusundayam ya. Mən başqa xəyalım, başqa istəyim yoxdur. Yaxşı, bəs indi ümumiyyətlə elə mənə sual verdiniz, elə ona da gətirəcəydim ki, indiki sualın özü. İndiki zamanda çox vaxt xanımlar daha çox işi seçirlər, bir qədər ailə həyatı arxa planda qalır. Sizcə bu balansı necə qorumaq lazımdır? Hər ikisini doğru şəkildə necə aparmaq lazımdır? Təbii ki, o qədər aparanlar var ki, həm işi, həm şəxsi həyatı, həm iş həyatını birgə aparanlar, eyni qaydada aparanlar var. Yəqin mən əvvəldən o sevda ürəyimə düşməyib də. Ürəyimə düşməyib ki, yalnız mən mən şəxsi həyatımı işim sayıram da, işimi şəxsi həyatım sayıram. Bu da mənim seçimimdir, sən deyən kimi. Sualı bəzən mən də verirəm. Hə. Yəni mən bu mənim seçimimdir, amma aparmaq əlbəttə olar. O daha yaxşıdır. Amma etiraf eləyim ki, o da yaxşıdır. O da yaxşıdır. Bunu da etiraf eləmək lazımdır. Amma o etirafın müqabilində mən peşman deyiləm ki, bu seçimi eləmişəm. Həm də fədakar birisiniz siz. Yəni çoxmu fədakarlıqlar etmisiniz həyatınızda? Özüm üçün yoxsa işim üçün? Özünüz üçün. Özüm üçün, işim üçün eləmişəm də. Yəni peşə fəaliyyətim üçün. Aytəkin Alxaslı və iş və Aytəkin Alxaslı. Bu artıq ikisi bir yerdədir deyə mən sualı verəndə sanki hər iki tərəfdən vermiş oluram sualı. Məsələn, mən reanimasiyaya düşəndə 2013-cü ildə mən reanimasiyaya düşdüm. 2013-cü il aprel ayın 2-si. Növbəti il dönümü gəlir. 12 il. Mən o qədər gərgin şəraitdə işlədik biz. Həmin vaxt 31 mart Azərbaycanlılar soyqırımı günü. Bəli. Bizim keçmiş neft şirkətinin prezidenti Rövnəq müəllim Siyəzəndə yanacaq doldurma məntəqəsi açır. Mənə də aynı sual verib ki, sual ver ona AFFAdan, bilmirəm, İzman uşaqları sual vermişdi. Mən də bu başlayıb birinci yanacaq doldurmadan öz işini tərifləyir. Yanacaq doldurma, yəni bu sahədə görülən, ölkədə tikilən yanacaq doldurma məntəqələrindən danışır. Mən də gətirib sual verirəm ona. AFFAdan sual ver. Axırı o qutarandan sonra çox baməzə adam idi. Özü çox mən şəxsən Rövnəq müəllimlə həmişə müsahibəsindən razı olmuşam. Yəni belə kobudluğu yoxdur da, bəziləri kimi ki, bir zəhmi də yoxdur. Baməzə idi. Məsələn, sual verirdi. Mən də özdə bir qəribə sual vermişdim ki, idmançılar üst açıq təyyarədə gedirlər, yağışlamır. Hə, o sualı vermişdi ona. O özünə məxsus onun təmkinlə qarşılanmışdı. Məsələn, bəzi səbirsiz məmur, işini itirmək istəməyən məmur olsaydı, cırnıyardı, acıqlayardı. Bu yox, çox sakit qarşıladı. Ki, yəni bizim o vaxtda aviaşirkət belə təyyarə bizə göndərmişdi səfərə çıxanda. Üstü açıq təyyarə olur, yəni. Olub da o vaxtda. Üstündən çox getməyib bunun. Sizi həm də cəmiyyət içərisində sevdirən ailəsinizlə bağlı olan kadrlarınızdır. Çox məzəli kadrlarınız var. Və necəsə olursa, o hadisələr sizi tapırdı. Ya da siz o hadisələri tapırdınız. Yəni, çox maraqlı proseslər olurdu. Mən yadımdadır, mən aynısında işləyəndə də, səhər verilişində, həmişə nəsə maraqlı bir süjet vardısa, biz sizə zəng edirdik ki, Aytəkin xanım, baxın görün, qış mövsümü ilə bağlı nə edə bilərsiniz, baxın görün, nə var orada. Sizdə də həmişə gülməli və məzəli, maraqlı da alınırdı. Necə tapırdınız onları? Necə o hadisələr sizi tapırdı? Yox, biz tapmırdıq, hadisələr bizi tapırdı. Hadisələr bizi tapırdı, Aysel. Yəni, mən atdan yıxıldım. Mübarizdə, qulpda dəfələrlə bu verilib. Bəli. Eşitmisən sən hündür tuflidə, hündür çəkmə deyək də, indi el arasında sapaçkı deyirik. Hündür sapaçkidə, onda yupka giyinirdim. Uzun yupka, çiynində sumka, elə bir teatra gedirəm. Və belə, o çiynində atam inmişəm elə. Gör mən onda, Allah məni necə saxlayıb ki, Aysel, at məni yıxmadı onda. Təsadüfən yıxdı, amma mən iləşib o atın yüyəninə mən o mənim ya paltarımın biri, ya sumkam iləşsəydi məni nə qədər sürüyərdi. Yəni, çox maraqlı hadisə oldu. Mən onu göndərdim Aynesə.
Onda Mazdok qaz, Məmməd qaz kəmərində Şabran rayonunun Surra kəndinin ərazisidir. Orada təmir işləri gedirdi. Çayı keçməli idim. Eyni adlı çay var orada, Surra çayı. Onda mən özü Uzunqulaq biz ata-babadan həyətimizdə görmüşük. Mən kənddə işləyəndə biz uşaqlığımızda belə deyək də, mədəni surətdə adı Uzunqulaqdır. O heyvanın adı belədir. O Uzunqulaqlardan biz həyətimizdə biz araba deyik. Uzunqulaq arabası, daşqa deyirdik. Onunla nə qədər biz tütün gətirmişik, ipək qurdu üçün yarpaq gətirmişik. Amma mən onda indi fikirləşirəm ki, mən o Uzunqulağa yox, ata mindim, at da məni yıxdı. Çox təsiri Allah saxlayan hadisə oldu. Sonra başqa hansısa hadisələr deyim. Sizin bir əsas yayılan ifadəniz var. 100 sürmə 100 yaşa. Sizdən Sürmə 100, yaşa 100. hə, sürmə 100 yaşa 100. O bir əməli başlı xeyli yayıldı insanlar arasında. Bəs necə özünüz deyirsiniz sürmə 100 yaşa 100, amma çox sürətlə sürdünüz də o qarın üzərindəki qar üzərində maşın. Deməli, hə, skuter. Skuteri, hə, skuteri. 2011'de olmuştu skuter meselesi. 2011'de olmuştu. Dekabr ayının 2'si. Yeni zastav açılırdı Dövlət Sərhəd Xidmətinin. Mən ondan əvvəl onu dayanıqlı vəziyyətdə görmüşdüm. Sürmək istəmişdim. Dedilər, yəni hərəkətə salınmamışdı, hərəkətdə deyildi. Sonra məlum hadisə baş verdi. Mən xidmət rəisindən xahiş elədim, hörmətli generalımızdan. O da mənə icazə verdi, sürdüm. Və dırnaq arası sürdüm. Mən əyləci basası idim, mən qazı basmışdım. Ona görə bəzən meyxanaçılar da deyir, qaz vermə, qaz vermə. Bax, o ifadə oradan qalıb. Yəni, o skuterdə də mən Allah saxladı, Aysel. Orada mən sırf öz texniki bacarıqsızlığım idi. Başqa yox. Elə yolun qırağından gedən bir operatora vurmuşdum. Qəza da törətmişdim elə. Özüm sürməməyin bir tərəfə, elə kimisə də vurmuşdum ondan. Çox olduqca sürətlə getmişdi. Allah saxlayırdı, Allah böyükdür. Müasir devrin jurnalistlərindən istəyirəm biraz da danışaq. Sizcə hamısı obyektivdirlərmi indi? Yox, yox. Yox. Qərəz indi başalıb keçir. Və siz özünüz kifayət qədər obyektiv olmusunuz? Oldu, əlbəttə olmuşam. Verilən tapşırığı yerinə yetirmişəm, olmuşam. Məndə heç vaxt qərəz olmayıb. Qərəz olub mən, kimsə necə deyə bilər ki, mən qərəz olmuşam. Məsələn, bizdə iç xəbər var idi. İç xəbərə məktub gəlirdi. Biz gedirdik, şikayət deyincə çəkirdik. Qarşı tərəfi də çəkirdik. Axı, bu qarşı tərəfi də dinləmək lazımdır. Qarşı tərəfi obyektiv verəndə, o bir tərəf deyirdi ki, niyə bir tərəfli verirsiniz? Axı, əvvəl səni danışdırmışıq, indi də bu qarşı tərəfi danışdırıq ki, problem niyə belə vəziyyətə gəlib çıxıb? Mən əlbəttə obyektiv olmuşam. Bəs indi müasir jurnalistikada obyektivlik nə zaman pozulur və niyə pozulur sizcə? Müşahidə edirsiniz də yəqin ki, indi televiziyaları və s. Televiziyalardan da çox bu sosial şəbəkələrdə. Sosial şəbəkələr, bəli. İndi jurnalistlər doludur dırnaq arası. Doludur. Mən onları jurnalist adlandırım. Sosial şəbəkə fenomenləri var. Onlar jurnalistikanı elə bərbad günə qoyublar ki, anasını ağladıblar. Jurnalistika var indi. Yoxdur. Mən belə var, təmiz yoxdur deyə də bilmərəm. Yox, mən o belə, yəni bərbad günə qoyulub da bu. Kaş elə bu sosial şəbəkələri bağlayardılar. Problem sizcə ancaq sosial şəbəkələrdədir? Bizim düşüncə tərzimizdə də var, təbii ki. Düşüncə tərzində də var. Hamısı təbii ki, onda yox. Yəni mənə qane eləmir. Amma müşahidə edirsiniz, baxırsınız. Baxıram. Niyə? Sağlam fikirləri də var. Mən təmiz bunu demirəm ki, hamısı belədir. Ucudan tutma hamısı belədir. Amma mən öz fikrimi deyirəm də, obyektivlik yoxdur, istinad yoxdur. Götür bir özəl xəbəri ver. Götür bir özəl xəbəri ver ki, belə də hər hansı bir sahədə də istinadsız verirlər. Belə necə deyim? Jurnalistikanın bəzi qaydaları, biz gördüyümüz qaydalarına əməl olunmur. Mən elə başa düşürəm. Aytəkin xanım, neçə vaxtda dediyim, yenə də gəlirik Aynisə. Hara fırlasan bir ucu ora gəlir söhbətin. Aynisdən ayrıldıqdan sonra dediyimiz kimi bir boşluq oldu həyatınızda.
çətin bir dönəmlər oldu. Bəs unudulmaqdan heç qorxmusunuzmu? Yox. Yox, yox. Unudulmaqdan qorxmamışam. Yəni o barədə heç fikirləşməmişəm. Qorxmuram da. Yəni o sizə Hər şeyin əvvəli olduğu kimi, hər şeyin sonu da olur. sizcə o Aynesin bağlanması bir son idi mu sizin üçün, nəyinsə bir son Yox, idi? son olsa mən siz burada olmazdım ki. Yox, son Aynesin bağlanması, mən bayaq dedim ki, Aynes mənə tanınmağım üçün Kömək meydan elədi, oldu. Meydan oldu. Amma mən də özüm yerimdə saymadım axı Aynesdən sonra da. Mənə yaxşı Bəli. insanlar, ailəmiz, mənim bacı qardaşlarım. Mən niyə unudulmaqdan Sən qorxursan özün? Yox, yəni Mən də yox. yoxdur. Niyə görə soruşdum? Çünki çox vaxt elə ki, televiziyadan adam uzaqlaşanda tez unudulur. Televiziya vəfasızdır. Belə bir fikir də var da. Yəni nə qədər ki, televiziyadasan, o qədər səni tanıyırlar. Amma indi sosial şəbəkələrdə olanlar daha çox tanınır, nəinki televiziyalarda. O baxımdan bəzən mən şəxsən adamlar tanıyıram ki, uzaqlaşmaq istəmirlər. Hətta artıq zamandır, uzaqlaşmaq zamandır, amma istəmirlər çünki unudulmaqdan qorxurlar. Ona görə soruşdum ki, sizin elə bir qorxunuz varmı? Yox, o qorxu yoxdur. Sən bu sualın da o ürəyimə salmadı o qorxu hissini. Ona görə ki, nə bilim, belə bir fikirləşirəm ki, lap unuduldum. Bayaq dedim, hər şeyin sonu olduğu kimi, belə əvvəli olduğu kimi sonu da var. Unudularam, onsuz həyat da daimi hansımız yaşayırıq ki. Bəlkə bir ildən sonra heç mən olmayacam. Tutaq ki. Demirəm, bir ildən sonra olmayacam. Biraz qorxu, fobiyam da hələ qalıb. Amma qorxmuram da, unudulmaqdan qorxmuram. Qoy unudan unutsun. Unudan onsuz unudub. Unutmayan, lap mən həyatda olmayandan sonra da unutmayacaq. Tək insan özü həyatda olanda yadda qalmır ki. Elə insan var ki, həyatda olmayandan sonra da həyatda qalır. Bəli. Çalışıb elə olmaq lazımdır ki, həyatda oldun, olmadın, unudulmayasan. Bax, faciə odur ki, amma bir şey də var ki, həyatda olasan, unudulasan, bu bir faciədir. Xoşbəxtlik odur ki, həyatda oldun, olmadın, unudulmayasan. Mənim nəzərimdə, mənə gəldiyim qənaət belədir. Aytəkin xanım, sizcə bu vaxta qədər, bu günə qədər çəkdiyiniz əziyyətin, bəhrəsini görmüsünüzmü? Tam görməmişəm. Tam görməmişəm. Nədə tam görməmisiniz? Yəni nə olsaydı sizin o istəkləriniz və yaxud da ki, əziyyətinizin bəhrəsi tam təmin olunardı. Hardan gözləntiniz var ki, o qarşılanmayıb? Nə deyim, heç kimdən gözləntilərim yoxdur. Və birinci, nə deyim, bu barədə danışmaq istəmirəm də. Hər halda gözləntilərim var, amma onları açıqlamaq istəmirəm. Deyirsiniz ki, əziyyətinizin bəhrəsini tam görməmisiniz, düzdür? Mən istəyərəm ki, siz onu daha detallı izah edəsiniz. Yəni, mən bildiyim qədərilə, məsəl üçün, biraz əvvəl danışmışdıq, Xaçmazda anklav hesab olunan ərazidə dövlət tərəfindən sizə uğrunda mübarizə apardığınız bir ərazidə sizə bir ev də verilib, əgər səhv etmirəmsə, doğrudumu? Bəli, əlbəttə. Yəni, necəsə dövlət sizə öz qayğısını göstərir. Siz özünüz də dönə-dönə dediniz Yox, ki, mən göstərir, dövlət səviyyəsində demədim, ümumiyyətlə dedim. Bəli, indi mən ora gəlirəm. Belə çıxır ki, sizin əziyyətinizin bəhrəsi dövlət tərəfindən təmin olunur, belə deyək, qarşılanır. Demək ki, sizin belə deyək, qırıqlığınız, qəlbinizin qırıqlığı, ki, mən onu hiss edirəm, başqa tərəfdəndir. O hansı tərəfdə elə? Başqa. Dost tərəfdəndirmi? Yəni çiyin-çiyinə çalışdığınız insanlar tərəfindəndir? Bəli, hə. Əvvəl çalışdığınız, yəni bir yerdə kollektiv olaraq çalışdığınız, uğrunda həyatınızı qurban verdiyiniz Aynes tərəfdəndirmi? Bəli, onunla bağlıdır. Amma olub keçmiş bir məsələlər, keçmiş şeylərdir. Yəni mən bayaq elə o sözdə Aynes bağlanandan sonra mən dövlət mükafatı almağım, yəni tərəqqi medalı almağım elə o sualların hamısına cavabdır. Prezidentimiz elə belə demir ki, mən hər bir Azərbaycanlının prezidentiyəm. Həqiqətən sübut elədi ki, mən də prezidentimdir. Mən də bu ölkənin vətəndaşıyam, özdə ölkəyə həmişə sadiq olan vətəndaş olmuşam və olmaqda son nəfəsimə qədər davam edəcəm. Bağlanandan 4 il sonra mən medal aldım cənab prezident tərəfindən.
Bu dövlətin mənə dəstəyi deyilmi? Bəs o vaxtı niyə almadım? Mən istəyirəm biləm ki, bəs biz bilirik ki, Ayniz bir televiziya olaraq bir çoxları üçün qapılar açır. Bəs qapılar bağlayırmı? Yox, mən onun özüm üçün qapıların bağlanması da hesab eləmirəm, amma onun dövründə mən bu təltiflərə getmədim. Qutudan başqaları çıxdı seçkilərdə çıxan kimi. Aydındır. Başa düşdün nə deyirəm? Aydındır. Yaxşı, bəs mən həm də bilirəm ki, siz Ayniz zamanında kifayət qədər araşdırma işləri aparmısınız. İstər o kütləvi məzarlıq olsun, onun Qusardaydı, düzdür? Qubada. Qubadakı kütləvi məzarlığın işıqlandırılmasında kifayət qədər rolunuz var və nəinki o, digərləri. Amma elə bir ki, o daha çox siz Aynizi təmsil etdiyiniz üçün Aynisin bir uğuru kimi təqdim olunurdu. Sizin uğurunuz kimi deyil. Sizdə elə bir hiss yaranmamışdı? Yox, o hiss məndə indi də yaranmayıb. Elə Aynesin uğurudur. Aynesin uğurudur. Düzdür, mən əziyyət çəkirdim. Orada balanslaşdırılmış deyək də, mənim əziyyətimlə Aynesin əziyyəti də Aynes verirdi. Məlumatları axı operativ çatdırılması var. Baş verən bütün hadisələr, şimalda baş verən hadisələri operativ özü nəzərə alaq ki, indi onda internet əsri deyildi. Biz kasetləri avtovağzallardan, taksilərdən göndərirdik. Kasetlərimiz bəzən avtovağzala ora qapıya verilməli idi. Tutaq avtovağzalın girişində sürücü unudub aparırdı Sumqayıta ya harda yaşayır sonra. Xahiş elirdik bu saat 21 xəbərinə getməlidir. Yəni o Aynesin o texniki işçiləri gedib götürürdülər sürücülər. Bunları tam mən indi də həmin o işləri Aynesin uğuru sayıram. Aynesin uğuru sayıram. Mən deyirəm də Aynes bir neçə dəfə artıq bu meydan sözünü dedim. Yəni Aynes mənə meydan verdi ki, mən bunları elədim. Xınalıq yolu. Xınalıq yoluna mən Aynesdə həyata keçirdiyim layihələr dövlət dilimizlə bağlı Qusarda. Dövlət dili müəllimlərinin çatışmaması. Misir müəllim sağ olsun, mətbuata çox açıq nazir olub. Dövlət dilinin tədrisini yaxşılaşdırmaq üçün qeyri-ixtisas təhsilli müəllimlər üçün, yəni Azərbaycan dövlət dilini tədris edən müəllimlər üçün, amma qeyri-ixtisas təhsilli olub. Onlar üçün ixtisas artırma kursları təşkil elədi Qusarda. Sonra o vaxtı indiki Azərbaycan Pedaqoji Universitetinin Quba filialı gedir indi. O vaxtı Müəllimlər İnstitutunun Quba filialı gedirdi. Orada ixtisas artırma kursları açıldı. Yəni çoxlu bayaq dediyimiz o Rusiyanın kəndləri, Xıraxoba kəndi. Mən yeganə jurnalist oldum ki, onu sonacan işıqlandırdım. 1999-cu ildən ta həmin kəndin, həmin məktəbin 2013-cü il dekabr ayının 23-də həmin kəndin, həmin məktəbin açılışı oldu. Yəni Aynesin verdiyi bütün informasiyalara dövlət reaksiya verirdi. Doğrudur. Dövlət dili ilə bağlı, dediyim o xınalıq yolla bağlı. Yəni başqa layihələr də var. Çox elə dediyin o kütləvi mən kütləvi məzarlıqda yatıb dururdum. Bəli, kütləvi məzarlıqda mən o 2007-ci il aprel ayının 1-də tapıldı da. Bəli. Sonra orada möhtəşəm Heydər Əliyev fondunun dəstəyi ilə möhtəşəm Quba soyqırımı kompleksi inşa olundu. Hər il ondan sonra mən işlədim, işləmədim də mən gedirdim ora 31 mart Azərbaycanlıların soyqırımı günündə. Biz orada operatorumuzla nələr çəkdik? Arxeologiya İnstitutunun, Elmlər Akademiyasının arxeoloqu alimi var idi, Qəhrəman Ağayev. O nə qədər əziyyət çəkdi orada müxtəlif ixtisaslı bu ekspedisiya qrupu tərəfindən. Hamısını işıqlandırmaq var. Bunları da Aynes işıqlandırırdı. Obyektiv danışaq. Sizin Naxçıvan dönəminiz də olub, səhv etmirəmsə. Bəli, Naxçıvan dönəmi olub. O necə bir iz qoyub sizin həyatınızda? Naxçıvan dönəmi olub. Mən o barədə özümün xatirələrimdə yazmışam. O mövzuya indi də qayıtmayacağam. Amma onu bilirəm ki, mən həmin vaxtdan sonra 2005-ci ildir. Ondan sonra mən Naxçıvana getməmişdim. Keçən il getdim mən. Necə oldu səfəriniz? Çox qəşəng, çox qəşəng. Naxçıvan həmin Naxçıvandır. Naxçıvan həmin Naxçıvan idi. İndi müəyyən işlər də gedir. Naxçıvan böyüyüb, gözəlləşib.
İndi mən kiminsə xoşuna gəlməyə bilər, ancaq mən o illərdə yaşadığım stresi bu növbəti gedişimdə illər sonra, 19 il sonra gedən gedişimdə bütün stresi atdım. Yaxşı insanların sayəsində. Bir balaca səbrlə kitabda barədə yazmışam. Elə kitaba gəlirdim. Biraz əvvəldə də danışdıq ki, cızma qaranız var, amma kifayət qədər böyük bir iş üzərində çalışırsınız, kitabınız üzərində. Orada yəqin ki, bəlkə də heç yerdə demədiyiniz nələrsə var, doğrudur mu? Heç biri heç yerdə deyilmir. Necə bir kitabdır? İndi onların bəlkə bir neçəsinin sənin bu müsahibədə anonsunu verdim. Əlbəttə orada deyilməyən bir şeylər, başıma gələn maraqlı hadisələr, maraqlı həmkarlarımla başıma gələn gülməli hadisələr, həyata döndüyüm hadisələr, sonra mənim doğulduğum kənddən, doğulduğum yerdən ta başıma ağlım kəsənə qədər nə yadımdadır, hamısını qeyd eləmişəm. Universitetə çətinliklə daxil olmağım, atam Kamil müəllimin zəhməti, birbaşa mənə dəstəyi sayəsində tək mənə yox, bütün uşaqlarımıza, biz 5 övlad olmuşuq ailədə, hamımıza papamız ali təhsil verib. Yəni mənim ali təhsil almağım yolum bir var adi yoldan, daşdan, qayadan, burulğandan, nə bilim, çox çətinliklə keçib mən o mərtəbəyə valideynim çatdırıb. Sonra həyatımda xeyirxah insanlar olub. Jurnalistika fakültəsinin dekanı olmuş Tofiq Rüstəmov, Dövlət Sərhəd Xidmətinin indiki rəisi, general polkovnik Elçin müəllim. Elə mənim Palıqlı kəndində ev almağım üçün də dövlət rəhbərliyinə verilən o təklifdə, o səhhada mənim də adım olub. Generalın sayəsində. Yəni orada hər şeyi yazmışam. Bu günümə qədər. Bu günümə qədər. Nə vaxt tamamlanacaq kitab? Tamamlanıb artıq yoxsa? Ümumiyyətlə tamamlanıb. Qısa bir zamanda mən təqdim eləyəcəm sənə. Qısa zamanda təhsil nəşriyyatında çap olunacaq Allahın köməkliyi ilə. Amma orada mən yazıçı deyiləm ha. Kim mənə yazıçı desə inciyərəm. Mən jurnalist kimi yazmışam onu. Mənim yazım biblioqrafiya kimidir də. Bəli, bəli, xatirə memuarı formasındadır. Yəni məndə xəbər axırda gəlmir. Mübtəda axırda gəlir məndə. Yəni o mənada mən yazıçı deyiləm. Yazıçıların yanında utanaram o söz deməyə. Yəni yazıçı tamam başqa bir şeydir. Amma bir onu bilirəm ki, çox çətin prosesdir. Çox çətin prosesdir, peşman olmadım. Düşünürəm sizin təcrübənizə bir boylananda bir qalın kitab olmalıdır. Yoxsa necə? Onu deyə bilməyəcəm. Heç də demək istəmirsiniz kitabınız haqqında? Dedim, bunları dedim. Adı necədir bəs kitabınızın? Onu da deməyəcəm. Mənim kaprizim tutub artıq. Aha, kapriziniz tutub. Yox, biraz deyirəm sürpriz olsun. Kaprizim tutsa heç gəlməzdim sənin yanına Aysel. Gör, neçə illər sonra biz görüşdük. Gözəl bir görüşdür. Mənə görə çox gözəl bir görüşdür. Mənə görə də elədi. Mən ətrafımda olan və bizim ortaq tanışlarımıza da deyəndə ki, bəs Aytəkin xanımla istəyirəm belə bir söhbət edəm. Çox sevindilər. Çünki doğrudan da sizin xəttinizi istəyənlər kifayət qədər çoxdur. Aynes qızları qrupunda sən də varsan. Mən yazıram oraya, ay Allah, gecə-gündüz yazırlar. Necə həvəskardılar. Mən oxuyuram hamısını. Orada mənim xəbərdə işləyən Zənurə, bilirsən Zənurə nə yaxşı qızdır. Nigar var orada. Bəli, bəli. Orada çoxlarımız oradayıq. Nigar gələndə demişdi, Nigar Mahmudova indi Xəzər TV-də işləyir xəbərlə. Zənurə ilə bir dəfə görüşdüm. Bir ay bundan əvvəl. Zənurə ilə biz necə səmimi görüşdük. Bilirəm, hamısından məlumatım var, soruşdum hamıdan. Amma istəyərəm növbəti dəfə o Aynes qızları görüşsələr, mən o dəstədə olmaq istəyərəm. Onsuz da o dəstədəsiniz. Sadəcə olaraq biraz məsafə məsələsi var deyə, ola bilər necəsə onu təşkil eləmək çətin olur. Amma mən düşünürəm ki, yenidən o görüş olacaq. Mən istəyərdim siz ümumiyyətlə bir söhbət ətrafında danışdıq, öz həyatınızdan, ailənizdən, 5 övlad, yəni 5 övlad idiniz ailənizdə. Mən istərdim valideynlərinizin bir qız övladı kimi sizin münasibətinə toxunum. Çünki rayon yerində qız övladı böyütmək və xüsusilə də jurnalistika sahəsində böyütmək mənə elə gəlir ki, işi daha da çətinləşdirir. Mən bir valideynlərinizdən və sizlə olan o münasibətlərinizdən istəyərdim danışaq. Yəni atanın dəstəyi
burada nə qədər güclü idi. Ananızın dəstəyini mən bildim. Dediniz ki, kifayət qədər sizə dəstək oldu. Ümumiyyətlə ata nə qədər sizin arxanızda dayanırdı bu Mənim işlərinizdə? arxamda mamamdan da çox, biz mama papa deyirdik. Papam çox olub. Bəs məni anam həmişə dəstək verib, mamam. Bəli. Həmişə dəstək verib. Mamam dünyasını dəyişənə qədər də mənim yanıma həmişə gəlib, ya Qusara, ya sonradan Xaçmazın Palıtlı kəndindəki evə gəlib. Mən papamı itirmişəm 2001-ci ildə. Papam hələ mənim çox məşhur günlərimi görmədi. Papam çox zəhmətkeş insan idi. Filologiya elmləri namizədi idi. Kənddə yaşayırdı, amma camış saxlayırdı. Bayaq dediyim elə 7 ildə 2 dəfə qiyabi əyani aparmaq, Bakıya aparmaq. Özü onda biz Yevlaxdan gedirdik. Dəmir yolu Balakənə çəkilməmişdi. Bakı-Balakən dəmir yolu xətti onda çəkilməmişdi bizim kənd tərəfdən. İldə 2 dəfə aparmaq, sonra məni redaksiyalara aparmaq, müxtəlif jurnalistlərlə bağlı tədbirlərə aparmaq. Mən indiki Azərbaycan nəşriyyatında bütün binaları əzbər bilirdim. Onda adı Kommunist nəşriyyatı idi. Hansı mərtəbədə hansı qəzet redaksiyası. Mən hamısını bilirdim. Ona görə papam mənə aparmışdı. Bəs elə mənim 1-2 sayaq da 7 dəfə qəbul imtahanı vermək, ildə 2 dəfə. Onun arxasında bəs atanın, valideynin ümumiyyətlə yaxşı olmağı durmurmu? Mənim birbaşa atam Kamil, bir də mamam Bəstinaz. Bunların dəstəyi. Çoxu da bəlkə qohumlarımızdan deyirdi, başqa yerə, məsələn, filologiya fakültəsinə qəbul olsun, başqa yerə qəbul olsun, amma papam deyirdi ki, onun arzusu budur, mən o arzusuna çatdıracağam. Həqiqətən də çatdırdı. Mən bayaq, sən başqa da sual verdin. Sən dostluq məktubları gəlirdin deyirdin. Atam mənə həmin o dostluq məktubları, o vaxt keçmiş Ermənistan, o bədnam qonşularımız var. Oradan mənim məktublaşdığım qızlar olub. İndi onlar Bakıda yaşayır. Müəllimdilər hər ikisi. Zeynəb Süleymanova, Ruqiyə Nəbiyeva. Sonra keçmiş Dağlıq Qarabağda Martuni rayonu, indi Xocavənd rayonundan Qaradağlı kəndindən Lyudmila Həsənova. Mən onlarla məktublaşmışam. Hamısını da gəncliyimdə görmüşəm. Bunları mənə kim eləyib? Atam. Amma mən kənddə bir imkanlı ailə bilirdim, elə öz qohumlarımızda da. 3 qız oldu, amma 3 qızın heç birinə təhsil vermədi. Təhsil qız üçün çox vacibdir. Mən ali təhsil almasaydım, mən buralarda, Bakıda, Qusarda, Xaçmazda nə işim var idi? Yəni, mənim atam sözün böyük hərflə yazılan ziyalı insan olub. Və belə bir atanın qızı olmağımla ömrümün son anınacan tək mən yox, bütün məndən bacı qardaşlarım da fəxr eləyəcək.